Gərginliyin səbəbi hökumətin 2026-cı il 1 aprel tarixindən etibarən yaşı 6 ildən çox olan M1 kateqoriyalı mini avtomobillərinin həm ilkin, həm də müvəqqəti qeydiyyatını qadağan etməsi ilə bağlı qərarıdır. Amma burada çox vacib bir məqam odur ki, bu qadağa yalnız Gürcüstan daxilində qeydiyyata aiddir. Yəni, ölkəyə tranzit məqsədi ilə daxil olan avtomobillər başqa ölkəyə ixrac olunacaq və ya reeksport üçün ithal edilən avtomobillər bu qadağadan təsirlənmir. Başqa sözlə, qərar beynəlxalq ticarət və tranzit əməliyyatlarına heç bir məhdudiyyət gətirmir, yalnız ölkə daxilində qeydiyyat prosedurlarını tənzimləyir. Bununla yanaşı, Gürcüstanın ətraf mühitin mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyinin açıqlamasına görə istisnalar da mövcuddur. Məsələn, avtomobilin daşınmasına 1 aprel 2026-cı ilədək başlanıbsa, bu halda həmin avtomobilin qeydiyyatı üçün əlavə məhdudiyyət tətbiq olunmur. Quru və dəmir yolu daşımalarında bu avtomobilin ən geç 1 iyul 2026-cı ilədək Gürcüstan sərhədini keçməsi lazımdır. Dəniz yolu ilə daşınma halında isə bu daşıyıcı tərəfindən verilən sənədlə təsdiqlənməlidir. Digər vacib məqamsa elektrikli avtomobillərə aiddir. Bu tip avtomobillərin qeydiyyatına heç bir məhdudiyyət qoyulmur və istehsal ilindən asılı olmayaraq onların qeydiyyatı mümkündür. İthalçılarsa bildirirlər ki, qərar fonunda insanlar təşvişə düşərək hərraclarda avtomobillərə həddindən artıq yüksək məbləğ ödəyə bilərlər. Bu isə logistikada problemlərə səbəb ola bilər, konteyner çatışmazlığına və daşınma prosesinə də gecikmələrə səbəb ola bilər. Əlavə olaraq Gürcüstanın ətraf mühitin mühafizəsi və Kənd Təsərrüfatı Nazirliyi son açıqlamasında da bildirdi ki, bütün narahatlıqlar araşdırılıb və istisnaların necə tətbiq olunacağı tam aydınlaşdırılıb. Gürcüstan tərəfi açıq şəkildə bildirir ki, bu qərar ölkənin avtomobil ixracı imkanlarını məhdudlaşdırmır, beynəlxalq tranzitə mane olmur, yalnız daxili bazarda qeydiyyatın tənzimlənməsinə xidmət edir.